Uşaqlar salam. Bugünkü testimizin izahında sizə kimya test toplusundan karbohidrogenlərin təbii mənbələrini başa salacağım. Keçək suallarımızın izahına. Deməli uşaqlar, birinci sualda yazıb ki, neftin distilləsindən ayrılan ən yüngül fraksiya. Əvvəla, neftin ilkin distilləsindən benzin, liqroin, kerosin, qazoil, bir də mazut alınır. Mazut. Yuxarıdan aşağı getdikcə bunun emeri artır. Bilirik ki, neft karbohidrogenlərin qarışığından ibarətdir. Hansı ki, benzin, liqroin, kerosin, qazoil mazutun da tərkibində karbohidrogenlər qarışığı var. Yuxarıdan aşağı getdikcə emer artır. Qaynama temperaturu artır. Baxın, ən yüngül fraksiya benzindir. Ən aşağı temperaturda qaynayan benzindir. Emeri ən kiçik olan, yəni karbohidrogenlər qarışığı ən az olan içərisində kütləsi kiçik olan benzindir. İndi bu da sonra baxın, məsələn desək ki, neftin ilkin distilləsindən, hansı ki bu ilkin distillədir ha. Neftin ilkin distilləsi özdə fraksiyalı distillədir. Yəni burada benzin fraksiyalara ayrılır. Distillə olunur nəyə görə? Çünki mayedir. Məsələn mən benzini necə alıram neftdən? Əvvəlcə onu qaynadıram. Ən aşağı temperaturda qaynayan benzindir. Çünki ən yüngül fraksiya benzindir. Birinci benzin buxarlanır. Sonra biz onu soyduruq, təzədən mayeyə çevirib yığırıq. Distillə bu deyilmi? Maye, qaz, maye ya da qaz, maye, qaz. Havanın distilləsindən necə azot alırdıq? Hava qaz idi. Biz onu mayələşdirirdik. Azotun, oksigenin, hərənin öz mayələşmə temperaturu var idi. Sonra da mayəni təzədən buxarlandırıb qaza çevirirdik. Yəni bunlar distillədir. Bax, bunun ikisi də distillədir. Distillə həmişə ardıcıl iki prosesi ifadə eləyir. İndi maye, qaz, maye, bir də qaz, maye, qaz forması var. Məsələn, ərimə necə deyirik? Bərkdən mayəyə keçmədir və ya da qaynama mayədən qaza keçmədir. Distillə də belədir. Aha, bu neftin ilkin distilləsidir. Məsələn, sual verə bilər ki, neftin ilkin distilləsindən sonra sonda qalan bərk qara kütlə. Bax, o budur, mazutdur. Mazutu, əvvəllər mazutun, lap əvvəllərdə mazutun tərkibini bilmirlərmiş. Ona görə də ondan istifadə olunmurmuş. Amma sonra mazutun tərkibi öyrəniləndən sonra gördülər ki, burada mazutdan isə solyar yağı, sürkü yağları, vazelin, parafin, bir də qudron aldılar. Məsələn, solyar yağı, sürkü yağı, vazelin, parafin, qudron. Bax, qudron, məsələn, testdə deyə bilər ki, mazutun distilləsindən sonra sonda qalan quru qalıq deyəndə o qudrondur. Hansı ki, bu qudrondan bilirik ki, qır hazırlayırlar. O, məsələn, asfaltın tökülmə, yəni yolları düzəltmək üçün qırdan istifadə eləmirlərmi, şebeldən qarışdırıb. Bax, qudron məsələn orada istifadə olunur. Məsələn, əvvəllər binaların üzərində, evlərin üzərini qırla şey eləyirdilər ki, bağlayırdılar ki, üzərini məsələn yağış evə dolmasın. Yəni onun üçün istifadə olunur. İndi yəni yenə də hansı ki asfalt tökülməsində bilirsiniz ki, qırdan istifadə edirik. Onun da tərkibi qudron. Qudrondan bax orada istifadə olunur. İndi birinci sualda yazıb ki, neftin distilləsindən ayrılan ən yüngül fraksiya. Əlbəttə benzindir. Burada yazmışam. Ən yüngül fraksiya benzindir. A variantı. Neftin ilkin emalından sonra qalan qalıq budur. Mazut. Çünki bu birinci ilkin emaldır. Mazut C variantıdır. Üçüncüdə neftin hansı fraksiyası daha aşağı temperaturda qaynayır? Demirəmmi, yuxarıdan aşağı belə gedəndə qaynama temperaturu artır. Ən aşağı temperaturda qaynayan benzindir. D variantıdır. Sonra dördüncüdə neftin hansı fraksiyası daha yuxarı temperaturda qaynayır? Əlbəttə ki, mazut. Çünki belə gələndə qaynama temperaturu artır dedim. Neftin hansı fraksiyası daha kiçik molekul kütləsinə malikdir? Ən yüngül fraksiya benzindir dedim axı. Yuxarıdan aşağı emer artır, qaynama temperaturu artır. Deməli, benzin həm ən yüngül fraksiyadır, həm də ən aşağı temperaturda qaynayandır. B variantı. 6-da mazutun distilləsindən sonra sonda qalan qalıq. Bax, o qudrondur. Bax, qudron B variantı. 7-də hansı halda neftin fraksiyalı distillə məhsulları qaynama temperaturunun azalma sırası ilə? Bax, benzin, liqroin, kerosin, qazoil, mazut sırasında qaynama temperaturu artır. Bu azalır deyirsə, onda tərsinə düz. Kerosin, liqroin, benzin B variantıdır.
Hansı halda neftin fraksiyalı distillə məhsulları onların qaynama temperaturunun artma sırasından A variantı deyilmi? Benzin, liqroin, kerosin, qazoil, mazut bu ardıcıllıqda artır. O da A variantıdır. 9-da qaynama temperaturunun yenə artması deyir. Benzin D variantıdır. Benzin, liqroin, kerosin, qazoil, mazut belə getməlidir D variantı. 10-cu sualda yalnız qaz halında olan yanacaqları göstər. Boz kömür. Kömür deyirsə bərddir. A-da kömür var, C-də kömür deyir. Y-də bizdən qaz halında deyirsə kerosini çıxaq. Çünki mayedir. Kerosin bilirsiniz də nöyt deyirik. Nöyt bax odur. Benzin mayedir. Cavab D variantıdır. Hidrogen də, metan da hər ikisi də qaz halında olan yanacaqdır. Ümumiyyətcə ekoloji cəhətdən ən təmiz yanacaq hidrogendir. Hidrogen qazdır və yanacaq kimi bəli istifadə olunur. Hidrogen ekoloji cəhətdən özü də ən təmiz yanacaq hesab olunur. Metan da bilirik ki, qazdır da. Təbii qazın 80-97%-ni təşkil edir. 11-də deyir, maye yanacaqları istəyir. Daş kömür getdi, A-da B-də getdi, C-də boz kömür getdi, D-də yenə boz kömür var. Cavab Y-də benzin, liqroin, kerosin, qazoil bunlar mayelərdir. Y variantı. 11Y. 11-də Y. 12-də eyni həcmdə götürülmüş neft fraksiyalarından hansının kütləsi daha böyükdür? Kütləsi daha böyükdür. Əlbəttə ki, mazotun. Belə gedəndə demədikmi, kütləsi artan ən böyük mazotdur, ən yüngül benzindir. Emeri ən balaca olan benzindir. Amma ən ağır olan, kütləsi daha çox olan, daha çox iri karbohidrogenlərdən ibarət olan əlbəttə ki, mazotdur. A variantı. 13-də eyni həcmdə götürülmüş neft fraksiyalarından hansının kütləsi daha azdır? Əlbəttə dedim benzinin. Aha. 14-də neft üçün hansı ifadələr doğrudur? Yazıb ki, müxtəlif karbohidrogenlər qarışığıdır. Bəli, neft qarışıqdır. Bunu da ən gözəl hardan bildik? Çünki biz demişik ki, saf maddə ilə qarışıq maddəni tanımağın ən rahat yolu. Safın formulu olur, qarışığın formulu olmur. Neftə qarışıqdır, formulu yoxdur. Bir düzdür. Distilləsi onun ilkin emalıdır, bəli. Neftin fraksiyalı distilləsi onun ilkin emalıdır, düzdür. Neft suda yaxşı həll olur, bu qətiyyən səhvdir. 1-2, cavab Y variantı 14-də. 15-də neft üçün hansı ifadələr doğrudur? Neft bilirik ki, xarakterik iyə malik yağa bənzər mayedir, düz deyir. 1+. Sabit temperaturda qaynayır. Xeyr, neft qarışıqdır. O qarışıq, fiziki xassələri sabit olanlar safdır. Qarışığın fiziki xassələri sabit ola bilməz. Neft də qarışıqdır. Ona görə ki, səhvdir. Suda həll olunur, düz deyir. 1-3, cavab C variantı. 16-da neftin distilləsi zamanı benzinin çıxımı 20% təşkil edirsə, 200 ton neftdən nə qədər, neçə ton benzin almaq olar? Elə bil belə deyək də, əlimizdə 200 ton neft var. 200 ton. Və bizə deyir ki, bunun içərisində benzinin çıxımı 20%-dir. Yəni, bu demək ki, 20% benzindir. O deyir nə qədər? 40 ton. Aydındırmı? 17-də də həmçinin 300 ton neft verib, onun benzinin çıxımı 20% deyirsə, yəni praktiki çıxımı 20%-də 20% əldə edə bilərik bundan. Çünki neftin hamısı benzin olmur ki, görsünüz biz ondan nələr aldıq. Yəni bu da deyir 300 ton neftdə 20% benzin var. Ümumiyyətlə yadınızda saxlayın uşaqlar. Neft quyularından neft ilk dəfə çıxardanda, məsələn, soruşsalar ki, neftdən ilkin məqsəd olaraq nə almaq istəyirik? Yəni həmişə neftdən ilkin məqsəd benzin almaqdır. Birinci benzindir. Yəni əsas məsələ benzin. Benzini alırlar, sonra qalanlarını alırlar. İndi burada da məsələn 300 ton neft verir, deyir 20% benzin təşkil edir tərkibinin. O da eləyir məlum məsələdir ki, 60 tonu elə benzindir. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.